Assalamu aleykum. İmamlar öz nəfslərini saxlayıb məsum olublar, ya ilahi qüvvədir ki, onları məcbur edib məsum olublar? Yəni onların məsumiyyəti icbaridir ya ixtiyaridir? İmamların ya peyğəmbərlərin məsumiyyəti icbaridir, amma icbari o demək deyil ki, bəzi səhv düşüncələr ki, düşünüblər, deyəcəm, izah edəcəm. İnsan dünyaya gələndə onun necə gəlməsi öz əlində deyil ki. Ta ki, mən məsələn fərzən deyil, Allah Taala məni bu atadan, bu anadan, bu şəkil, bu forma ilə xəlq eləyib. Bu dünyaya bu cür gəlişimdə ixtiyarlı deyil, mən məcburam. Mən Allah Taala bu cür xəlq eləyib, mənim öz əlimdə deyildi ki. Məsum da dünyaya gələndə məsum olaraq dünyaya gəlir. Məcburdur, yəni öz əlində deyil. Allah onu dünyaya gətirəndə, anasının bətnindən çıxardanda məsum çıxardır. Burası öz yerində. Amma məsumluq bu o demək deyil ki, imam istəsə günah eləsin, qüdrəti yoxdur günah eləmək. Yox. İsmət o demək deyil. İsmət o deməkdir ki, Allah Taala ona elə bir bilgi verib, yəni məsuma elə bir bilgi, elə bir mərifət veribdir ki, günahın, pisliyin, həqiqətin dərk eləyir, gözünün qabağında.